Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala a'daihim ecmain minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli Sadaqallahul aliyyul azim. Allah ibadet taatimizi kabul eləsin, bizi bəyəndiyi bəndələrdən qərar versin. Dünya və axirət Peyğəmbər və Əhl-i Beytinin ziyarət və şifayətini nəsib eləsin. Günahlarımızı bağışlasın, iltimas eləyənlərin dualarını qəbul eləsin, xəstələrimizə şifa versin. Allah Teala Ağa İmam Zamanın zuhurunu təccil eləsin, bizi də Ağanı tanıyıb, ona kömək olub, onun qarşısında şəhid olanlardan qərar versin inşallah. Söhbətimiz Nəhcül Bəlağə 83-cü xütbənin bir hissəsində idi ki, keçən hissədə insanın qəbrə gətirib qoyulması və o qəbirdəki olan sorğu-sual barəsində danışmışdıq və bu hissəsi demək olar ki, bir miqdar qəbirdən sonra, bəlkə də qiyamətin o həşrinə aid və onun ardıcan gələn cəhənnəm əzabına aiddir. İnşallah behişdən də bir miqdar sonra danışarıq. Həzrət təbiidir ki, günahkar insanların barəsində deyir və əğzəmu ma hunalikə bəliyyətən nuzulul həmim. Deməli, bəla baxımından ən böyük şey burada həmimin nazil olmasıdır. Həmimi indi izah eləyəcək nədir? Və əzəmu ma hunalikə bəliyyətən nuzulul həmim, bəla baxımından, çətinlik baxımından, əzab baxımından burada, yəni günahkar insanların cəhənnəmdə üstlərinə həmimin nazil olmasıdır. Həmim bir sudur cəhənnəm əhli üçün. Ayədə də deyir ki, fəşaribunə əleyhi minəl həmim. Deməli, həmimdən istirərlər onlara. Həmimdən istirərlər. Fəşaribun, özdə istirərlər. Demir ki, içəcəklər. Deyir, fəşaribun, istirəcəklər ona. İstirəcəklərdə bəzilərinin nəzərində bunlar suyu içəcəklər. Və bəzi ayələrdən də belə çıxır ki, suyu bunların üzünə atacaqlar. Və hər ikisi də ola bilər. Elə cəmi də var. Yəni, həm sudan içəcəklər, içirdəcəklər onlara, həm də ki, üzlərinə atacaqlar suyu. Ki, Quran-ı Kərimin bir ayəsində də möminlərin barəsində danışır, deyir, və nəhnu əqrəbu ileyhim minkum və lakin la tubsirun. Biz onlara çox yaxınıq, amma onlar görmürlər bizi. Ondan sonra deyir, fəəmma inkənə minəl müqərrəbin, əgər möminlər müqərrəblərdən olsa, Allaha yaxınlardan olsa, fərəvxun və reyhanun və cənnatu nəim, behiştin reyhanı, behiştin o cənnat-ı nəim, yəni neymətlərlə dolu behişt onlar üçün olacaq. Və cənnat-ı nəimdən məqsəd bəzilər də buyururlar ki, o behiştin maddi neymətinə aiddir. Çünki burada müqərrəblərdən danışır. Onların behiştin maddi neymətləri onlar üçün o qədər şey deyir. Onların məqamı o qədər yuxarıdadır. Heç o behiştin alması, meyvəsi bunların yadına da düşmür. Və əmma inkənə min əshab-ül yəmin. İndi əshab-ı yəmindən oldu. Həmin o dəstə ki, namə əmalları onların sağ əllərinə verir. Və əmma mən utiyə kitabəhu bi yəmini və fəhuvə fi işətin raziyə. Onların ki, namə əmalları, kitabları sağ əllərinə verilir. Onlar çox gözəl razı qaldıqları bir və razı qalınmış bir yaşayışda olacaqlar. Yəni, mümkündür adam bəzən özünün o işdən razılığı yoxdur, amma ondan ağıllısı, ondan üstünü, ondan böyüyü onun orada yaşamağına razıdır. Orada olmağına razıdır. Bu müvəqqəti olaraq başa düşmür. Məsələn, uşağın oxumağa könlü yoxdur, amma valideyn, müəllim onun oxumağını istəyir.
valideynin və müəllimin razılığı uşağın oxumağındadır. Baxmayaraq ki, nədir? Uşaq özü oxumaq istəmir. Çünki uşaq o məqamı görə bilmir. Məsələn, Əli əleyhissalam deyir, mən məsciddə oturmağı behişdə oturmaqdan üstün bilirəm. Çünki məsciddə oturmağımdan Allah razıdır, behişdə oturmağımdan mən razıyam. Bu baxımdan ola bilər biri, məsələn, behiştin elə o meyvəsindən yeyib gəzmək istəyir. Özü üçün o xoşa gəlimlidir, amma Allah onu ondan yüksək məqamda görmək istəyir. Allah razıdır bu həyatdan ki, onun sağ əlinə veriləcək kitabı və əmma mən utiyə kitabəhə bişimali və ummuhu haviyə. Adamın ki, namə əmalı sol əlinə veriləcək, onun məkanı cəhənnəmdir. Yaxşı, burada da deyir, indi müqərrəbdən olsa fəravhun və reyhanun və cənnatü nəim. Müqərrəbdən biraz aşağı, daha təbiidir ki, kimin namə əmalı sağ əlinə verilibsə, o müqərrəblərdən ola bilir. Namə əmalı sağ əlinə verilməyən müqərrəbdən ola bilməz. Amma ola bilər biri namə əmalı sağ əlinə verib, o məqam baxımından müqərrəblərdən deyir. Amma onlardan biraz aşağıdadır. Onların da barəsində Allah Teala deyir ki, fəsalamun ləkə min əshabil yəmin. Əshab-ı yəmindən sənə salam olsun. Yəni, bunlar da belədir ki, Allah onların salamın Peyğəmbərə çatdırır. Yaxşı, o cürə bir məqamları var. Ondan sonra buyurur Quran-ı Kərim, Allah hamımızı iraq eləsin bundan. Və əmma inkânə minəl mukəzzibinə zallin. Amma əgər insanlar zəlalətə düşmüş təksibçilərdən ola, ayə belə deyir, nə bilim, hədis yox, hədis belə deyir, namaz yox belədir, Allahın ayələrin, Allahın nemətlərin təksib edirlər, yalan nisbəti verirlər, qəbul eləmirlər. Bu dəstədən olsa insan, buyurur ki, fənuzulun min həmim. Fənuzulun min həmim. Həmimdən onun başına töküləcək. Fənuzulun min. Bax, orada deyir, fəşaribunə fəşaribunə min həmim. Onlara, bəli, fəşaribunə əleyhi minəl həmim. Onların üzünə həmimdən tökəcəklər. Və yaxud şaribun içdirəcəklər. Həmimdən onlara içdirəcəklər. Orada şaribun istirmək mənasında, tərcümədə üzərinə tökmək mənasına tərcümə edib. Amma burada isə fənuzulun min həmin birbaşa ilə üzərinə nədir? Tökülmək mənası. Dedim ki, həm içirdərlər, o da var, həm üzərinə tökərlər, yəni o içdən yandırar. Bu üzünə tökülməkdən yandırar insanı. Və bəzi müfəssirlər də deyirlər ki, elə fənuzulun min həmim ki, deyir, həmim suyundan onların üzərinə tökərlər, onların üzünə tökəndə üzləri yanar, heç içərləri də yanar. O su elədir ki, məsələn, elə bir iynə tikan batanda adamı burada ağrıyır, amma adamın bütün vücudu ağrıyır, o da onun kimi. Yaxşı. Ondan sonra buyurur ki, və təsliyyətu cəhim. Və Əli əleyhissalamda da burada ona işarə eləyib. Cəhənnəmə, o cəhənnəmin, necə deyərlər də, o alışmış şölələrinə daxil olmaq var. İnnə hazə ləhvə haqqul yəqin, bu haqqı yəqindir. Haqdır və yəqindir. Bunu siz elə bilərsiniz. Məsələn, o bəziləri kimi indi çıxıb efirlərdə ayələri yozurlar. Məsələn, deyirlər, mürsəl o mənada deyir, bu mənadadır. Nə bilmən, ağıllarına nə gəlir, Allahın ayələrinə iftira atırlar. Onların bu ayəni deşisi, ya biri məsələn, hətta durur, deyir ki, yox, məsələn, o Həzrəti Yunusu balıq oturmuşdu, o nə bilim, nə idi. Özü də başa düşmür, nədən danışır, Yox, Quran-ı Kərimin sərih, aşkar ayələri var. Zahiri nəyə dəlalət edirsə, elə odur. Batinində başqa söz yoxdur ki, bunlar istəyirlər, çıxardıb onun batinindən, nə özlərini reklam eləməkdən ötəri bir şey çıxar. Quranın çox ayəsinin zahiri də var, batini də var. Batinin də bir dənə deyir, 1000 dənə batini mənası var. Amma bəzi şeylər var ki, onların elə zahiridir. Onun batini yoxdur. Onun zahiridir. Təbbət yəda Əbi Ləhəbin və təbb, Əbu Ləhəbin əlləri bütün xeyratdan kəsilsin. Bütün xeyrat. Bu batini mənadadır. Yəni, əli tutulsun, kəsilsin mənaya deyir. Yəni, bütün xeyr, nə xeyr işdə görsə, məscid də tikdirsə, ondan ehsan da versə, bozbaş da versə, heç xeyri yoxdur ona. Yaxşı. Amma bəzi şey var, onun zahiridir. Allah deyir, Həzrəti Yunusu balıq otdu.
Sən nə özünə belə şey eləmirsən, çıxardırsan oradan onu, məsələn, yox, balıq bu mənada döyürdü, bu mənada idi, bu mənada döyür, bu mənadır. Yox, elə döyür. Yaxşı, onu elə deyirsən, o nədir o şəcərətül yəqtinə nə deyirsən, boranı ağacı, boranı, onu hara yazacaqsan? Və bunun kimi bir dəstə insanlar var, belə də bu Quranla bu cürə rəftar eləyirlər ki, Quran qiyamətin günündə onlardan şikayət eləyəcək. Burada deyir ki, İnnə haza ləhvə haqqul yəqini, bunun yozması yadı yoxdur. Elə o su da həqiqətən töküləcək, indi o suyu da desin ona, deyir, axı, həmin suyu töküləcək, onu da bir cürə yozacaq. Bir cürə yozacaq, deyir, yox. Heç nə yozma, nə də özünüzə zəhmət verməyin. Allah Ər-Rəhman surəsində buyurur ki, ya məşərəl cinni vəlinsi, inistətətu mən tənfizu fi nəqtaris səmavatı vər, fənfizu la tənfizun illa büsuldan. Ay cinlər, ay insanlar, istəyirsiniz Allahın yerin göyün altından çıxasınız, çıxın. Amma bu başdan deyir, amma çıxa bilməyəcəksiniz. Bunu da deyir ki, yoza bilməyəcəksiniz. Və innə hazə ləhvə haqqul yəqin. Bu haqqı yəqindir. Bunun başqa yolu yoxdur. Ona görə bu haqqı yəqinin müqabilində nə elənsən? Fəsəbbih bismi rəbbikəl əzim. O böyük olan Allahın adı ilə təsbih edəcəksən. Durub fikirləşmə, ay birdən su döyür, nə bilim, torpaqdır, torpaq döyür, sudur, nə bu mənada döyür, bu mənada da. Biri deyir, maddi döyür, nədir. Biri hələ bir söz ağzına gələn danışı deyir, yox, elə belə yursəlu əleykumma, keçən dəfə də mən bunu elə deyəsən cümə söhbətində dedim. Şuvazun min narın və nuhasın fəla təntazır. Əridilmiş mis və dəmir töküləcək başınıza. Onu nəyə yozacaqsan? Hətta yozsan da onun kimi bir şeyə yozacaqsan. Yəni, səni od yandıracaq. Ola bilər, təşbih eləyib burada. Necə adamın başına əridilmiş dəmiri, ya misi, belə o qaynar-qaynar tökərlər, adamı necə yandırar? Bunun kimi orada yandır. Ola bilər, orada əridilən, məsələn deyirəm də, bunların baxışı ilə yozmaq istəsə, mis dəmir olmasın. Amma ondan da betər yandıracaq. Yaxşı, bu da onun kimi deyir, bu haqdır və yəqindir. Sənin də bir dənə yolun var ki, fəsəbbih bismi rəbbikəl əzim, böyük olan Allahın adı ilə nə edəcəksən, Allaha təsbih edəcəksən, bu məsələlərdən nə edəcəksən, çıxasan. Və əzəmu ma hunalikə bəliyyətən nuzulul həmim, bəla baxımından o böyük şeylərdən biri də həmim suyunun onların cəhənnəm əhlinin üstünə tökülməyidir və təsliyyətu cəhim, onların cəhənnəmə varid olmağıdır, daxil olmağıdır. Fəbəbəratu səir, cəhənnəmin alovlarının, şölələrinin altında, arasında qalmaqdır. Əleyhim narun mu'sədə, onların üstündə, deyir ki, demir, onlar odun içində olacaqlar. Məsələn, finnari, bəzi yerdə finnar deyir. Amma bu ayədə deyir, əleyhim narun mu'sədə. Onların üzərində şölələnən alov var. Elə bil, ocağı üstündə qalamısan da. Üstündədir. Yəni, odun içində olsa çıxmaq ehtimalı zehninə gələ bilər, qaçmaq ehtimalı. Bunun üstündə od yandırılıb. Hara getsə od bunun üstündədir. Özdə fi əmədin müməddədə. Uzun, tükənməz bir müddət ərzində, miqdarında, yaxşı. Burada da deyir, fəvəratus zəhir, onların üzərində cəhənnəmin şölələri var və səvratuz zəfir, bu yandan da cəhənnəm alovunun qəzəb nərələri. Cəhənnəm alovun qəzəb nərələri. Cəmaat içində də, el içində də belə bu sözü işlədərlər. Məsələn, alovun nərəsi, alovun, nə bilim, gürültüsü və həqiqətən də o, Allah iraq eləsin, bəzi o böyük yanğınlar olanda, yox, adama 1 kilometrdən durub gəlirsən, adama belə üşütmə gəlir. O alov orada bir dənə səs çıxardır, nə külək yoxdur, nə bir şey yoxdur, amma o yanan partlayırsın, onun səsi ayrıdır. O alovun özünün bir səsi gəlir. Nə 2 dənə şifir yanır ya, bir dənə dəmir yanır, məsələn, maşın od yanır bu. Bir də var, cəhənnəmin alovudur ki, onu Allah yandırıb. Özdə vəqudu hənnası vəl-hicarə, Quran-ı Kərim deyir. Onun yananı da daşlardır, bir də insanların özü. İnsanların özü, özdə yanıb Allah yandırıb onu.
Yaxşı, onu heç kim söndürə bilməyəcək. Əleyhissalam deyir ki, onların üzərində bu savratul zəfir, cəhənnəmin qəzəb alovunun nərələri var. Üstlərinə həmim suyu töküləcək. Başlarının üstünə özlərin cəhənnəm oduna daxil eləyəcəklər. Cəhənnəm odu da elə bil şölələnir. Bu yandan da cəhənnəm odu nərə çəkir. Qəzəb nərəsi özdə. Qəzəb nərəsi çəkir bu vəziyyətdə ki, yəni bunların hamısı bir təmsil deyil, misal deyil. Həqiqi sözlərdir, həqiqi işlərdir ki, orada baş tutacaq, olacaq ki, bunların da hamısı o əzabın şiddətindən ötürüdür. Yəni, orada insan, dünyada Allahın ki, orada dedi, və inkânə min əshabi minəl mükəzzibin, o əgər mükəzziblərdən olsa, inkânə minəl mükəzzibinə zallin, əgər mükəzzib və zallardan olsa, o Allahın ayəsini təkzib eləyən və zəlalətdə olan, bu qədər işığı, çırağı, nuru qoya-qoya gedib qaranlığa girən adam üçün bu azab haqqundur. Allah Teala gördürdü, ləhuvə haqqul yəqin. Bu haqq və yəqindir. İnna haza ləhvəl haqqul yəqin. Bunu haqq eləyir və yəqinin də bu olacaq. Təbiidir, olmalıdır da. Gör, neçə cəhətdən üstünə yandırıcı su tökür. Ondan da sonra alova daxil eləyirlər. Alov da bu vəziyyətdə. Qəzəb odur. O cəhənnəmin qəzəb odur. Dədə-babadan da deyərdilər, o cəhənnəmin qəzəb odur. Allah rəhmət eləsin, Şəhriyar da deyir, hilə ey nəsimi rəhmət, tubbi bari ərni duzəx, be şərari qəhri suzət, həmi canil masivara. Sən əskinən ey rəhmət küləyi, sən yağcınan ey rəhmət yağışı, əleyhissalama deyir. Yəni, köməyə yetişkinən. Vərnə, əgər sən köməyə yetişməsən, be şərari qəhri suzət, həmi canil masivara. Allahdan başqa hər şeyin cəhənnəm qəzəb odu ilə yandırar. Ki, həmin o ayənin, hədisindən çıxarılmış mənadır. Bəs ondan sonra Quran-ı Kərimdə biz ayə oxuduq. İki dənə, bir dənə də ayə varımızdır. Ən-naru yu'rəzun əleyha. Od gələr, ərzə olunar, gələr ora. Məsələn, Quran-ı Kərimdəki ayə var, cəhənnəmə daxil olacaqlar. Bir dənə də ayə varımızdır. Və ci'ə bi cəhənnəmə yevmeyzin. Cəhənnəmi gətirəcəklər bura. Yəni, bu gedib elə cəhənnəmə girənə qədər cəhənnəm burada bunun üçün hazırdır. Elə məsələn, adam qıraqdan düşəcəyi əzabı, çətinliyi görəndə, məsələn, adam elə bir gedir bir yolla, baxır ki, gedib o dağın üstündən enib, o biri dağın üstünə çıxmalı yox. Hələ heç bilmir, yol orada nətərdir. İndidən bədəninə üşütmə düşür, qorxu düşür ki, oradan necə enəcək, necə qalxacaq. Bundan qabağı da 15-i gedib gözünün qabağında. Gedib düşüb də qalxıb da. O adama həyəcan gətirir. Onda qalmışdır ki, məsələn, cəhənnəmin bunun gözünün qabağında o gətirmək neçə mənayadır? Yəni, əsasən budur ki, cəhənnəmi gətirərlər bunun yanına, yəni cəhənnəmi canlandırarlar bunun gözünün qabağında. Görəcək mən hara gedirəm. Dəstə gedəcək, girəcək, orada biləcək. Amma bir dəstə üçün cəhənnəm belə hələ məhşərdə yaradacaqlar, onun dədəvayı oradan başlayacaq. Yu'rəzun əleyha, ən-naru yu'rəzun əleyha quduvvən və əşiyyən, gecə-gündüz cəhənnəmin əzabı onlara ərzə olunacaq. Təqumus-saə və yevmə təqumus-saə və o qiyamətin günü bərpa olan gecə, gündə, qiyamətin günü bərpa olan gündə ədxulu alə fir'avnə əşəddəl əzab, ali fir'avnu ən şiddətli əzaba daxil eləyərlər. Daxil eləyəndə əmr eləyir Allah Teala. Fir'avnun komandasının özü ilə bir yerdə nəyə? Əzabı əşəddül əzaba. Əzabı şədid də demir, əşəddül əzab deyir də. O əzabı şədiddən əşəddül əzab biraz da üstündür də, çətindir. Və o Fir'on burada mistaqlardan biridir, nümunələrdən biridir. Bu mənaya deyir ki, bu ancaq Fir'ona aiddir. Yox, elə dünyanın əvvəlindən, axırından
o tipdə olanların hamısına aiddir. Necə İmam Hüseyin əleyhissalam deyir, misli la yubayu misləh. Demir, mən Yezidə biət eləmərəm. Deyir, elə tarix boyu, indiyə qədər də bundan sonra da mənim kimilər Yezid kimilərə biət eləməz. Ali Firon da onun kimi, istər Ali Nəmrud olsun, istər Ali Mərvan olsun, istər ondan sonra belə də Ali Üməyyə olsun, fərq eləmir. Əmr olunacaq ki, əşədd əzaba neyniyün bunları daxil eləyin. Ondan sonra Həzrət buyurur, bunu da oxuyum, tamam eləyim. Bax, bu vəziyyət. Əlbəttə, Əli əleyhissalamın bu neçə dənə kəlamı və Qur'anın oxuduğumuz bu 2-3 dənə ayət. Çünki Qur'anın 3də 1-i qiyamətə aiddir. Hamısında da qorxu var. İllan ki, o 5-də aid olanlarında, yaxşı. Bu qısa bir dənə cümlədə, biz də 2 dənə cəmi ayə oxuduq. Ardıcan Həzrət deyir ki, baxın, bu vəziyyət gözləyir. Allahın dini ilə düşmən olanı, Allahın dininə əhəmiyyət verməyəni, Allahın dinini məsxərə eləyən, Allahın dinini təksib eləyən, Allahın dinini yüngül sayan bu dəstəni, bax, bu vəziyyət gözləyir. Başqa bir köməkliyi də istəməyin. La fətrətun murihətun. Sizə aramlıq, o cəhənnəmin əzabından aramlıq verən bir fətrət, bir daxili gücüz yoxdur ki, sizə daxildən aramçılıq. Məsələn, dünyada insan bir müsibətə düşəndə, ondan sonra çətinliyə düşəndə, istər maddi baxımdan, istər belə ətraf baxımından, istər cismi baxımdan, ona məsələn, öyüd nəsiyyət verir ki, puldu itib, cəhənnəm olub, maldı gedib, belə olub, məsələn, ata da ölüb, Allah rəhmət eləsin, bu, belə. Bu, elə bil, tövsiyələrin hamısından əlavə insanın özünün daxilindən ona bir təskinlik verən şey var, güc var. Bəlkə də bu cümlə daha gözəl çıxar, bəlkə də. Çox gözəl də çıxması o birinci cümləmdən yaxşı çıxar. Bu, ətrafdan müsibətə düşmüş adama verilən bütün öyüd, nəsihət, təskinliklər, rahatçılığa dəvət eləmələrin hamısı gəlir insanın daxilindən, sonra sirayət eləyir onun vücuduna. Mən nə qədər desəm sənə, sakit ol, sakit ol, sakit ol, eşitməsən, sakit olmayatsan, gələ deyir. Bir adam kardır, sən də ona deyir, sakit ol, səbir elə falan, eşitmir yok. Amma indi eşidir. Eşidir, o təsir edir. Niyə? Çünki eşidir, onun o daxilində olan bir qüvvə var, gedir onu oyadır, ya onunla qarışır, ya onu təhrik eləyir, itələyir, xodlayır. Ondan sonra o neynir? Gəlir sənə, başlayır təskinlik verməyə. Bəs bizə təskinlik verən, bizi rahat eləyən, aram eləyən, əslində bizim bu daxilimizdə olan bir dənə fətrətdir. Yaxşı? Ona görə Əli əleyhissalam deyir ki, oradakı sənə təskinlik verən olmayacaq. Hamı sənin günündə. Yaxşı? Allah iraq eləsin. Və hamı öz Yəqub çıxardar. Hələ o şair məhşərin barəsində deyir, cəhənnəmin barəsində demir. Yəqub çıxardar balası Yusufu yaddan. Kör oldu o ki, aləmi hicran əvəzində. Boşla deyər Allah məni Yusuflə özün bil, canım xətərə düşməyə canan əvəzində. Onda qalmışdı ki, cəhənnəm olur. Həzrəti Peyğəmbər deyirdi, qiyamətdə hamı ayaqyalın baş açıq olacaq. Ümmü Sələmə soruşur ki, ya Rasulallah, arvadlar da ayaqyalın baş açıq, deyir, hə. Deyir, mən naməhrəm, naməhrəm, deyir, orada heç o hayda olmayacaq heç kim. Ki, Qur'an-ı Kərim deyir, əgər elə deyir də Qur'an-ı Kərim, hamilə qadın uşağı doğsa, belə deyək də, hamilə qadın doğsa, xəbəri olmayacaq. Elədir də ayəsi, elə deyir acı. Aha. Yaxşı, elə bir vəziyyətdə. Hələ bu məhşərin barəsindədir. Onda qalmışdı cəhənnəmdə kimsə kimə təskinlik verə. Özdə bir işıq yeri görünmür də ona uyğun, baxı orada şey. Məsələn, adam gedir, gör dağın başından, məsələn, az qalmışam, çıxacam indi rahatçılığa. Yaxşı, burada, axı dedik, od ənnaru yu'rəzun əleyha. Ya bayaq ayədə oxuduğa, od onların əleyhim narun müsədə. Onların üstündə od olar. Bu oddan baxıb bir işıq yeri də görə bilmir axı. Yaxşı, bir dənə burada qalır, bunun daxilindən buna bir ümid verən bir şey olsun, bunu rahatlayan bir şey olsun. Əli əleyhissalam deyir ki, o da yoxdur. La fətrətun
murihatun və la də'atun muzihatun. Nə daxildə bir dənə ona bir fətrət, bir güc yoxdur, rahatçılıq versin, nə də ki ona bir o ağrılı dərddən ona bir rahatçılıq versin. Və la qüvvətun, hacizətun, nə də elə bir qüvvəsi yoxdur, haciz olsun, yəni oddan özün qorusun, nə əlində bir şey yoxdur, məsələn əməldən, nə də qolun zoru da dünyada getdi. Yaxşı, qolun zoru da dünyada getdi. Qolu zorluları da bağlayırlar qolların yanında, bükürlər kəfənə, qoyurlar qəbrin içərisinə. Həşarət gəlib onun gözünə, ağzına girəndə əlin belə eləyib şey eləmir. Bu qolla o qədər adamların başına döyüb, ha. Amma indi həşarət gəlir, gözünə çoxu dünyada olur, ha. Dünyada görsən, qalır orada, heç milçək girir qulağından, bu biri qulağından çıxır, heç nə eləyənmir. Yaxşı, nə də onun bir gücü yoxdur. Və la mavtətun nacizətun. Hətta deyir, bir ölüm də yoxdur, ona nicat verir orada. Ki, Quran-ı Kərimdə ayə var ki, cəhənnəm əhli gündə dəfələrlə ölümü təmənna eləyəcəklər. Ki, Allah mələkə deyəcəklər də ayə deyir ki, mələkə yalvaracaqlar ki, Allahdan istə ki, biz ölək. Onun da olmayacaq. Ki, ölək canımız qutarsın, o da olmayacaq. Kulləmə nəzzət culuduhum bəddəlnə culudən axır. Səhv eləmirəmsə ayə. Dərləri yananda təzə dəri göyərdə çök. Yaxşı. Və la sinətin musalliyyətin. Nə də bir yuxu, mürgüləmə gəlməyəcək gözlərinə ki, nə olsun? O mürgədən məsələn başı ağrır, dişi ağrır, belə bərk ağrısı var, xəstəliyi var ki, hamı sevinir ki, mürgülədi. Bir balaca yatdı, o ağrıdan nə olacaq? Deyir, bu da yoxdur orada. Və beynə ətvaril mavtat, əzabın arasında bu işi neyəcək, görəcək və əzab-ı saat qalıb deməli, ölmələrin arasında. Beynə ətvaril mavtat, ölmələrin arasında qalıb. Yəni, ölümlərin. Yəni, nə? Cəhənnəm yandırır bunu. Ölənə yaxın, yəni məhv olana yaxın təzədən vücuda gəlir, təzədən bu cürə və əzab-ı saat və o əzab saatlarının arasında qalır. İnna billahi aizun. Əleyhissalam deyir ki, biz Allaha bundan neyinirik? Pənah aparırıq. Çox çətin məsələdir ki, Allah nicat verməsə, xilas eləməsə, biz buradan qutara bilməyəcəyik. Bir-iki dənə də ayəmiz qaldı. İnşallah gələn dəfə ona işarə elərik. Ondan sonra keçərik ardına. Daha vaxtımız tamam oldu. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.